Hər birinizi yeni bir vlogdan salamlayıram. Bu dəfə də sizi belə bir şahmat oyunu ilə salamlayıram. Videoda gördükləriniz yoldaşım, qaynatam və baldızımın oğludur və Alinanın da balaca ayaqları görünür. Baldızım bizə gəlmişdilər və belə bir şahmat oyunu gedirdi. Burada yoldaşım qazandı. Baldızımın oğlu da gözəl şahmat oynayır və burada da qaynatam müdaxilələr edirdi və bundan sonra qərar verdik ki, zooparka gedək və yolumuzun üstündə belə bir qutab yeri var idi. 60-80 qəpiyə qutablar var idi. Biz də ət qutabı dedik və burada Nərimanov tərəfdədir burada. Belə qutablarımızı götürdük. Ölçü olaraq balaca qutabları idi, amma dadlı idi. Biraz duzu çox idi. Buna görə də yoldan su da almalı olduq. Və gəldik zooparka. Biz zooparka tez-tez gəlirik. Çox sevirik buranı. Yəni burada ağaclıq, yaşıllıq və heyvanlara baxarkən insan sakitləşir. Düzdür, bəzən fikirləşirəm ki, o heyvanların yerində olmaq istəməzdim. Çünki hər biri öz yerlərindən ayrılmış və gətirib burada qəfəslərə salınıb, belə onların yerləri məhdudlaşdırılıb, şəraitləri düzdür, o qədər də pis olmasa da, belə dörd divarın içində yaşamaq məncə onlar üçün çətindir. Nə qədər şəraitləri düzəlsə də, nə qədər yaxşılaşdırılsa da, hər bir heyvanın, hər bir şeyin öz yerində olması məncə daha yaxşıdır. Və burada da sizin üçün qısa-qısa kadrlar çəkdim ki, ola bilər ki, sizə maraqlı olsun. Uzun zamandır bəlkə də zooparka getməmisiniz, bəlkə də məni rayondan izləyənlər var ki, hər istədikləri vaxt belə yerə gedə bilmirlər. Buna görə də belə biraz kadrlar da çəkdim sizin üçün. Biz bura tez-tez gəlirik. Yoldaşımla nişanlı olduğumuz vaxtlarda da gəlmişik. Qışda da, payızda da, demək olar ki, ilin bütün fəsillərində gəlirik və heyvanlara baxırıq. Artıq bu heyvanlar bizimlə doğmalaşıblar və burada da əslində icazə yoxdur heyvanları yemləməyə, amma burada insanlar peçeni verirdilər marallara, ceyranlara və onlar da yeyirdilər. Biz də biraz bu mənzərəni izlədik. Az qalmadı bu gündə. Hamısı gələcəyində. Təsəvvürlə gəlib telefonumu götürür. Qızlar, sizdən bir şey xahiş etmək istəyirəm. Əgər vloqlarımı bəyənirsinizsə, kanalıma abunə olmağı da unutmayın. Və burada da sizə belə bir pələng çəkmişəm və şəklimi də burada yerləşdirmişəm. O cümlədən də burada belə bir heyvan var idi və gözümüzün qarşısında belə bir balıq tutdu və başladı yeməyə. Çox maraqla yeyirdi, amma balıq deyəsən diri deyildi ya da suda öldürüb çıxarmışdı. Bunu başa düşə bilmədik. Sadəcə suyun içindən balığı gətirdiyini gördük və bir uzun müddət bunu izlədik. Bundan başqa da digəri də suyun içində belə üzürdü. Bilmirəm, ya ac deyildi ya da bu yuxarıdakı heyvandan qorxurdu, amma heç cürə yuxarı çıxmadı. Qızlar, bəs sizin günləriniz necə keçir? Mənə çox maraqlıdır. Siz yayda nələr etməyi fikirləşirsiniz? Yorumlarda yazsanız sevinərəm. Və sizin üçün belə bir kadr çəkdim. Ayı burada belə maraqlı hərəkətlər edirdi. Məncə sizə də maraqlı olar. Bilmədim niyə belə edir. Bəlkə də oynamaq istəyirdi və başını belə yelləyirdi. Çox maraqlı görünürdü. Qızlar, bu arada Alinanın artıq 6 ayı tamam olur və bugün biz evə qayıdıb Alina üçün 6 ayını qeyd etmək üçün əslində çox bir şey hazırlamırıq. Mən istəyirdim ki, əvvəlcədən tort sifariş verim. Sonradan fikirləşdim ki, bunun çox mənası olmayacaq. Buna görə də elə bir neçə dekor alıb Alinanın şəkillərini çəkdim. Alina üçün 6 ayına görə bir neçə dekor aldım. Və istəyirəm ki, bunları da sizlə bölüşüm. Əvvəlcə belə bir papaq aldım. Üstündə 6 rəqəmi var. Açım sizə də göstərim, sizə də fikir olsun. Bu
formadadır. Alina'nın başına koyacağım bunu və videosunu, şəklini çəkəcəm. Məncə maraqlı alınacaq. İkincisi isə belə bir tortun üstünə qoymaq üçün şəkillərdir. Bunları da açaq. Bu aldığım papaq 2 manatadır. O cümlədən də bunu da 2 manata almışam. 1 manat 50 qəpiyə belə bir 6 rəqəmini almışdım. Məncə maraqlı alınacaq. İndi azdadan da tort almışıq. Onun üstünü bəzəyəcəm, amma əvvəlcə Alinanı geyindirmək lazımdır. Alinanı geyindirmək üçün də baxıram nə tapa bilərəm. Burada belə bir şalvarı var. Bunu əvvəl geyinməyib. Belə bir şey də geyindirmək olar. O cümlədən də burada mən sizə göstərim. LCY2'den belə bir şey almışdı. Kısa qoldu. Heç geyinməyib. Belə bir şey də geyindirsəm məncə şirin olar. Bunun altı da məncə bu idi. Yəni bu formada geyindirsəm məncə şirin olar. Bilmirəm, fikirləşim. Bunun altına bunu da geyindirmək olar. Amma məncə qara rəngi ya da bənövşəyi də güzel görünər. Burada da paltarlar var. Buranı artıq təmizləmişəm. Əyninə olmayanları çıxarmışam. Və burada belə donlar var. Sadəcə bunlarla şəkil çəkə bilməyəcəm. Çünki Alina hər şeyi ağzına aparır. Amma belə bir donumuz var. Bunu geyindirib şəkil çəkmək olar. Dediğim kimi Alina artıq 6 ayını tamamlayır və 7-ci ayına keçir. Bu 6 ayda çox maraqlı anlar yaşadıq Alina ilə. Fikirləşirəm ki, dünyadakı ən gözəl hisslərdən biri elə ana olmaqmış. Çox əvəz olunmaz bir hissdir və tortunu da belə bir dekorlarla bəzədik. Azdadan almışdıq bu tortu. Sadəcə sevdiyimiz tortu almaq istədik ki, sonradan. Çünki biz evdə 3 nəfər bunu yeyirik. Buna görə də israf da eləmək istəmədik və Alina da sağ olsun, bir dəqiqə belə yerində dayanmadı. Elə mən bir dəqiqə deyirəm, bir saniyə belə yerində dayanmadı ki, normal şəkillərini çəkim. Elə ancaq torta əlinə atmaq istəyir, dekorları, paltarını yemək istəyir. Yəni düz əməlli bir şəkil alındıra bilmədi və mən də Alinanın tortundan yeyirəm. Burada da artıq səhərli gündür. Alina ən sevdiyi yer buradır. Şkafın qarşısında dayansın və bu şkafın qulpları tərpənir və onları izləməyi də çox sevir. Bəzən də çevrilir, televizora baxır, orada maraqlı bir şey varsa izləyir, yoxsa da işinə davam edir. Kızlar, hal-hazırda Alina yatıb. Əslində 1 saatdan çoxdur ki yatıb. Sadəcə mən özüm oyatmıram. Çünki günün erkən saatlarında yatdığı zaman problem olmur. Sadəcə axşam saatlarında biraz çox yatdığı zaman gecə gec yatır. Buna görə də gündüz dəymirəm. İndi də deyəsən oyanır və mən də çay içəcəm. Keçən dəfə bu şirniyyatı paylaşmışdım sizinlə də. Belə bir içi xurmadır. İran xurması olur hansı ki. Bu şokolad Dubaydan gəlib. Baldızım gətirmişdi bizə də. Baldızım şirniyyat yemir. Ona görə də belə şirniyyatlar olduğu zaman bizə gəldiyi zaman gətirir bizə və dadlıdır. Yəni pis deyil dadı. Hal-hazırda Alina da oyandı. Alina. Alina. Bizim günümüzün çox hissəsi bu formada keçir. Alinanı yerdə uzadıram. Artıq belə bir örtüdən istifadə edirəm. Çünki bu biraz qalındır və yığılmır. Düzdür, Alina bunu da yığır və ağzına aparır. Amma yenə də əvvəlkindən daha yaxşıdır. Və Alinanı qoyuram. Qarnı hər zaman bağlı olur. Bu formada bağlayıram. İndi biraz səliqəsizdir çünki yuxudan oyanıb.
Və hər zaman yuxudan oyandıqdan sonra bu kürəyini, bu hissəni yoxlayıram ki, tərləyib ya yox. Əgər tərləyibsə, az tərləyibsə, bir təmiz parçanı qoyuram ki, bədəninə dəyməsin. Yox, əgər çox tərləyibsə də paltarını dəyişirəm. Yəni bizim gündəlik rutinimiz budur. Və çox zamanda yerdə oluruq və yerdə sıxılmasın deyə özümü Alinanın yerinə qoyuram ki, yerdə olsam, anam da yuxarıda otursa, məsələn divanda otursa, mənə bəlkə də sıxıcı gələrdi. Buna görə də özüm də otururam yanında. Və burada Alinaya baxıram, onunla bəzən oynayıram, bəzən YouTube-da bəzi araşdırmalar edirəm ki, sizin üçün necə maraqlı vloqlar hazırlaya bilərəm. Əslində bir çox maraqlı və burada da cizgi film açmışam. Cizgi filmi də elə belə qoyuram ki, Alina bəzən baxır, 5 dəqiqə filan baxır, ondan sonra da elə əlindəki ilə ya da mənimlə başlayır oynamağa. Əgər uşağı iməkləməyini istəyirsinizsə, uşağın qabağına çoxlu oyuncaqlar düzməyin, sadəcə birini qoyun. Artıq Alina yavaş-yavaş iməkləyir və geçən dəfə mən sizə göstərmişdim, fotoaparat formasında bir şey almışdıq. Oradadır, hal-hazırda göstərə bilmirəm. Ya da bu kaktusu, bunu baldızım almışdı Alina üçün. Ya da bunu qoyuruq və Alina onun üstünə doğru gəlməyə başlayır. Və bəzi hərəkətlər var ki, mən sizə çəkib göstərmək istəyirəm. Uşağın dönməsini tezləşdirmək üçün ya da iməkləməkdə kömək eləmək üçün uşağa hansı hərəkətlər lazımdır, bunları da sizə çəkib paylaşıram. Yəni biz bu hərəkətləri elədikdən sonra mən Alinada çox fərq gördüm. Yəni demək olar ki, bir gün ərzində Alina mənim istədiyim şeyləri etməyə başladı. Sadəcə bu hərəkətləri bir neçə gün təkrarlamaq lazımdır. Alina hal-hazırda telefonu görür və onun üstünə gəlməyə çalışır. Baxın, Alina demək olar ki, dönməyi bacarmırdı. O zaman mənim elədiyim bir hərəkət var idi. Alina. Bu ayağı ilə bu əlini tutursunuz. İndi hal-hazırda çox hərəkətlidir. Onda dayanırdı. Baxın, belə tutursunuz. Bu hərəkətləri eləyirsiniz. Hal-hazırda Alina çox hərəkətli olduğuna görə tabi olmaya bilər, amma o vaxtlar Alina çox balaca idi, hərəkətləri bu qədər hərəkətli deyildi. Ona görə də sadə hərəkətlər eləyirdi. Və dönərkən də həmişə kömək eləmişəm ki, Alinaya dönməsi rahat olsun. Belə köməklər edirdim ki, rahat formada dönsün. Və iməkləyərkən qabağına bir oyuncaq qoyurdum məsələn və ayağını baxın bu formada edirsiniz. Belə tutursunuz. Bu baş barmaq belə yerə dəyir və yığırsınız ayağı. Hal-hazırda mənə imkan vermir ki, baxın bu formada yığırsınız. Alina get qabağa. O da özünü qabağa çəkir. Bu hərəkəti biz bir gün elədik və axşamı Alina başladı belə hərəkətlərlə biraz qabağa getməyə. Hal-hazırda telefonun üstünə gedir. Gün ərzində də çalışın, çoxlu danışın uşaqlar. Yəni səslər çıxarır Alina, təbii ki danışmır, amma səslər çıxarır. Belə nəsə elə hiss edirəm ki, nəsə deməyə çalışır. Yəni çoxlu çalışıram ki, danışım, mahnılar oxuyuram, bəzən oynayırıq. Televizoru açmasam daha yaxşı olar, bunu da bilirəm. Sadəcə belə səssiz bir ortamda uşağı böyütmək də istəmirəm. Çünki televizordan istər-istəməz səslər gəlir, uşaq səsləri filan. Ən azından bəzən mənim işim olduğu vaxt yerdə uzanıb başını qata bilir. Yəni elə də çox baxmır onsuz da. Baxın, gördüyünüz kimi bayaqdan ətrafdakı şeylərə baxır. Bəzən Fantanın reklamında, kolanın reklamında televizora baxır. Xoşu gəlir o reklamlardan. Qızlar, bu günlərdə də elə fikirləşdiyim bir şey var. İstəyirəm sizinlə də bölüşüm. Elə bil ki, heç nəyə çata bilmirəm. Düzdür, depressiv vəziyyətdə deyiləm. Bu qızda bu mümkün deyil, amma
Bəzən istəyirəm nələrsə eləməyi, amma çatdıra bilmirəm, reallaşdıra bilmirəm bəzi səbəblərdən. Bəziləri vaxt olmamazlığından ola bilər, bəziləri başqa səbəblərdən. Yəni istədiyim şeyləri tam olaraq həyata keçirə bilmirəm və bu da məni çox sıxır. Günlərimin çox hissəsini bəzən əvvəllər bu şeylərə əsəbləşirdim ki, yəni niyə edə bilmirəm, amma artıq elə bil ki, hiss edirəm, axışına buraxmışam. Sadəcə Alina ilə vaxt keçirirəm. Daha çox onunla məşğul olmağa çalışıram. Onun yeməyi, baxımı, hər şeyi ilə. Amma bəzən də fikirləşirəm ki, mən fərqli cür, adicə YouTube-da olsun, mən çəkdiyim vloqlardan o qədər də razı deyiləm. Çünki inanıram ki, daha yaxşısını edə bilərəm. Sadəcə bunlar bəzən mümkün olmur. Elə səbəblər var ki, mən onları sizə deyə də bilmirəm. Amma istədim bunu da sizinlə bölüşüm. Çalışacağım ki, gələcəkdə bu kanalı daha da yaxşı inkişaf etdirim. Daha da yaxşı vloqlar gəlsin. Qızlar, artıq burada da keçirəm Alina üçün yemək hazırlamağa. Mən əsasən Alinanın yeməyi bu formada olur. Gül, kələm, kartof və kökdən ibarət. Bunu suda bişirirəm və püre halında verirəm. Ya da brokoli ilə edirəm. Brokoli, kartof və kökdən ibarət belə bir yemək hazırlayıram. Püre halına gətirirəm və o formada verirəm. Gündə bir dəfə yeyir. Artıq 6 ay tamam olduqdan sonra yumurtanın 4də birini verirəm. Yəni yumurtanın sarısının, bilmirəm, çox yerdə deyilir, yumurtanın ağı olmaz 1 yaşa qədər. Düzü verənlər var, amma hələ ki mən risk eləmirəm. Çünki artıq 2 gündür ki, başlamışıq yumurtanın sarısını yeməyə. Və bu formada yeməyini qoydum Alinanın, bişsin və hazır olduqdan sonra da püre halına gətirib verəcəm. Və mən də keçirəm artıq axşam yeməyini hazırlamağa. Belə bir yemək tapmışdım internetdən ki, makaronu fərqli formada bişirmək sizin üçün də çəkdim. Sizə xoş izləmələr. Hər şeyi ayrıntılı olaraq burada göstərmişəm. Son nəticədə belə oldu. Bir dənə də toyuqdan bir balaca hissə götürdüm. Yanında da mayonez və bu formada çox dadlı alındı. Və qızlar, burada da biz Alinanı da götürdük. Yoldaşımla bərabər çıxardıq parka ki, biraz hava alsın. Hava da biraz küləkli idi.
Buna görə də ailə ilə başdan papaq taxmaq məcburiyyətində oldum. Əgər vloqu bura qədər izlədinizsə və bəyəndinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşmək ümidi ilə hələlik.